Baxaq görək birinci sualımız necədir? Birinci sualda deyilir ki, verilən fikirlərdən neçəsi doğrudur? Hər bir gen yalnız bir əlamətin inkişafına təsir edir. Hər bir gen yalnız bir əlamətin inkişafına təsir edir. Biz bunu deyə bilmərik, bir əlamətin inkişafına təsir göstərir. Çünki bir əlamətin inkişafına təsir etməyənlər də var. Yəni, elə genlər var ki, bir əlamət yox, bir neçə əlamətin inkişafına təsir edir. Bu, getdi. Daha sonra ikincidə genlər bir-birindən ayrılıb, müstəqil olaraq irsən nəslə ötürülə bilirlər. Bəli, bir-birindən ayrılıb irsən nəslə ötürülə bilirlər. Bu fikir düz fikirdir. Sonra üçüncüdə eyni orqanizmin müxtəlif somatik hüceyrələrində olan genlər eynidir. Eyni orqanizmin, bəli, müxtəlif somatik hüceyrələr olsa da, amma somatik hüceyrələrdən söhbət gedir. Somatik hüceyrələr olsa da genləri eynidir, bəli. Üçüncüdə düzgün fikirdir. Dördüncüdə deyir ki, eyni orqanizmin müxtəlif hüceyrələrində genlərin miqdarı hər zaman eynidir. Biz eyni orqanizmin əgər desəydik ki, somatik hüceyrələrində, biz onda bu fikri düz götürə bilərdik. Amma burada müxtəlif hüceyrələrində dediyi üçün, somatik fikri yazmadığı üçün biz bu fikri düzgün götürə bilmərik. Çünki burada həm somatikdən söhbət gedə bilər, həm də qametdən söhbət gedə bilər. Ona görə bunu çıxırıq. Daha sonra 5-cidə deyir ki, orqanizmin genotipi hüceyrənin müəyyən komponenti ilə əlaqədardır. Bəli, orqanizmin genotipi hüceyrənin müəyyən komponenti nüvə olsun, xromosom olsun, bunlarla əlaqədar ola bilər. Bəli, bu fikir də düz fikirdir. Ona görə 2, 3, 5, yəni ümumilikdə 3 dənə fikir doğrudur. Daha sonra ikinci suala baxırıq. İkinci sualda deyilir ki, uyğunluğu müəyyən edin. Genealoji metod verib bizə əkizlik metodu, sitogenetik, hibridoloji və biokimyəvi metod. A-da deyir ki, insanlara tətbiq olunmur. Bunlardan insanlara tətbiq olunmayanı hibridoloji metod olar. Ona görə A-nı yazırıq bura. Sonra, mümkün qədər çoxlu miqdarda nəsilləri öyrənməkdən ibarətdir. Bu, bilirik ki, genealoji metoddur. Bir neçə nəsil izlənilirdi burada. Ona görə bura B-ni yazarıq. İrsi xəstəliklərin səbəbini öyrənmək üçün qiymətli material verir. İrsi xəstəliklərin səbəbini öyrənmək üçün bu sitogenetik üsula aid olar. Çünki sitogenetik üsulda biz irsi xəstəlikləri öyrənirdik. Ona görə bu C bura aid olar. Eyni genotipə malik insanların mühitin təsir nəticəsində meydana çıxan fərqliliklərini müəyyən edir. Bəli, bu əkizlik üsulundaydı ki, əkiz fərdlər eyni genotipə sahib idi, amma mühit şəraiti onları dəyişdirə bilərdi. Ona görə bura D-ni aid edirik. Sonra E-də maddələr mübadiləsinin normal gedişinin pozulması ilə əlaqədar xəstəlikləri müəyyən edir. Maddələr mübadiləsinin normal gedişinin pozulması da biokimyəviyə aid olar. Bura E-ni aid edirik. İlk dəfə Yosif Kellerter tərəfindən tətbiq olunmuşdur. Bu hibridoloji metoda aiddir. Deməli, baxaq. 1-də olacaq B, 2-də olacaq D, 3-də C, 4-də A, F, 5-də E. Elə A variantı buna uyğun gəlir. Sonra 3-cü suala baxaq. 3-cü sualda deyilir ki, variasiya sırasının kiçik olmasına səbəb olan amilləri seçin. Eyni tipli şərait, bəli, variasiyanın kiçik olmasına səbəb yaradır. Dəyişkən şərait variasiya sırasını genişləndirir. Geniş reaksiya normasına malik əlamətlər də genişləndirir. Məhdud reaksiya normasına malik olanlar, bəli, reaksiyanın, yəni variasiya sırasının kiçik olmasına gətirib çıxarır. Baş verən mutasiyalar genişə daha çox uyğun olar. Ona görə düzgün cavabımız 1, 4, C variantı olar. 4-cü suala baxırıq. 4-cü sualda deyir ki, uyğunluğu müəyyən edin. Mutasiya və modifikasiyanı verib bizə, bir də ortaq cəhətlərini. Genlərin işinə təsir göstərir. İşinə təsir göstərən hər ikisi olar. Ona görə bura biri qeyd edirəm. Genlərin quruluşuna təsir göstərir. Bu, təbii ki, mutasiyaya aid olar. Sıçrayışla baş verən, bu da mutasiyanın əlamətidir. Sıçrayışla baş vermək nə deməkdir? Yəni, məsəl üçün, neçə illər ərzində kəpənəklər eyni rəngdə olubdur. Birdən-birə onlarda fərqli rəngdə, məsəl üçün, fərq müşahidə olunur. Bu da deməkdir ki, anidən baş verən bir prosesdir. Yəni, birdən-birə baş verən bir prosesdir. Uzun zaman ərzində yox, birdən-birə. Ona görə sıçrayışla baş vermə mutasiyaya aid olar. Az kənara çıxan formalar yaranır. Bu, hər ikisinə aid olar. Daha sonra qrup xarakterlidir. Bu, modifikasiyaya aid olacaq. Sonra orqanizmin uyğunlaşmasını təmin edir. Bəli, bu da modifikasiyaya uyğun olar. Baxaq, X-da 2, 3, Y-da 1, 4. Elə A cavabımız buna uyğundur. Sonra 5-ciyə baxırıq. Uyğunluğu müəyyən edin. Keyfiyyət əlamətlərini verib bizə və kəmiyyət əlamətlərini veribdir. Baxaq, südün yağlılıq olar keyfiyyət, südün miqdarı olar kəmiyyət. Geniş reaksiya normasına malik olan kəmiyyət olar. Ona görə bura B yazıram. Qan qrupları keyfiyyət olar. Çünki biz qan qruplarını dəyişə bilmirik. Keyfiyyəti dəyişə bilmədiyimizə görə də.
Daha sonra yumurtanın miqdarı, miqdar olar kəmiyyət. Ona görə bura D-ni yazıram. Dar reaksiya norması olar keyfiyyət. Çünki geniş reaksiya normasını biz kəmiyyətə götürmüşdük. Ona görə 1-də A, C, Y, 2-də B-dir. Cavab olar B variantı. Daha sonra 6-cı suala baxırıq. 6-cı sualda deyilir ki, fenotip və genotip. Yəni fenotip nəyə bərabərdir? Fenotip genotip və ətraf mühitə aid olar da, ətraf mühitin şəraitinə aid olar. Ona görə burada da cavabımız ətraf mühit olar. Elə C variantı buna uyğundur. 7-ci suala baxırıq. 7-ci sualda deyilir ki, uyğunluğu müəyyən edin. Əlaməti müəyyən eləyən gen veribdir və təsir etdiyi digər əlaməti göstərib bizə. İtdə tüksüzlük geni dişlərin zəif inkişaf etməsinə səbəb ola bilər. Ona görə bura C-ni əlavə edirəm. Heyvanlarda boyun uzunluğu ətrafların uzun olmasına aid ola bilər. Ona görə bura A-nı yazıram. Göyərçində ayaqlarında lələklər barmaqların arasında pərdənin olmasına gətirib çıxarır. Ona görə bura B-ni aid edirəm. Qızıl güldə çiçək tacının qırmızı rəngdə olması, yerdə qalan bir dənə D variantımızdır. Yarpaqların qırmızı rəngdə olması, bəli, bu da buna aiddir. 1-də C, 2-də A, 3-də B, 4-də D. Cavab olar B variantı. Daha sonra 8-cidə deyir, çox allellik haqqında verilən fikirlərdən hansı doğru deyil? İnsanda qan qruplarının, deməli, qan qrupları çox allelliyə misal ola bilər. Bəli, bu düz cavabdır. Ona görə doğru deyilə aid eləyə bilmərik bunu. Daha sonra deyir ki, B-də çox allellikdə bəzən fenotip sayı allel sayından çox ola bilər. Bəli, bu doğrudur. Çünki allellərin müxtəlif kombinasiyaları müxtəlif fenotiplər verə bilər. Bu cavabımız da doğrudur. C variantında deyir ki, ada dovşanlarında tükün rəngi 4 müxtəlif allel tərəfindən idarə olunur. Bəli, bu çox allellik nümunəsidir. Elə kitabda da verilibdir. Sonra çox allellikdə əlamətin meydana çıxması dominant allellərin miqdarından asılıdır deyir. Yəni bu əsas məsələ bilirsiniz nədir burada? Bir gende 3 və ya daha çox allelin olmasıdır. Təbii ki, bu hansı daha çox dominantdırsa, o fenotipə təsir eləyə bilər. Yəni dominant allel sayı ilə yox, hansı allelin daha üstün olması ilə əlaqədardır. Yəni miqdarı burada deyə bilmərik, dominantlıq dərəcəsini göstərə bilərik. Ona görə 8-də doğru olmayan cavabımız olar D variantı. Əlamətlər çoxlu allellər tərəfindən idarə olunarsa buna çox allellik deyilir. Bəli, bu da düzgün cavabdır. Ona görə E variantı da doğru deyilə aid olmaz. 9-da drozofilin ağ göz rənginin meydana gəlməsini təmin edən resessiv bir gen erkək milçəklərdə nəsil vermə qabiliyyətinə təsir edir. Bu nümunəni aid etmək olar. Yəni bir genin bir neçə əlaməti idarə etməsi pleiotropiyaya aid olar. Ona görə düzgün cavabımız olar C variantı. Daha sonra 10-cu suala baxırıq. 10-cu sualda bizə deyir ki, deməli, 2 diheterozigot boz ada dovşanları çarpazlaşdırılmışdır. Əmələ gələn boz ada dovşanlarının genotip nisbəti neçə olar? Biz bilirdik ki, fenotipə görə 9 bölünsün, 3 bölünsün 4 verirdi. Buradan 9'u boz ada dovşanlarıydı. Boz ada dovşanlarının genotiplərini burada kənarda yazsaq, 2 dənə böyük C, 2 dənə böyük A, sonra hər iki əlamətə görə heterozigotluq boz ada dovşanına aid idi. Daha sonra birinci əlamətə görə homozigot, ikinci əlamətə görə heterozigotluq, bir də birinci əlamətə görə heterozigotluq, ikinci əlamətə görə homozigotluq boz ada dovşanlarına aiddir. Baxaq indi bundan bir dənə idi. Yəni başda yuxarıda olan cədvəldə bir dənə idi. Daha sonra hər iki əlamətə görə heterozigotluq 4 dənə idi. Biz onu elə bir Pennet cədvəlini quranda necə deyim, ortadan bir xətt çəkirdik çəpinə. O 4 dənəsi hər iki əlamətə görə heterozigotdur. Sonra digərləri də olarmı 2 ədəd, 2 ədəd? Deməli, ümumilikdə 9 dənə olur. Yəni 4, 2, 2, 8, 9 dənə olur. Bizdən nəyi soruşur? Bizə deyir ki, genotip nisbəti necə olar? 4, 2, 2, 1 cavabımız olar burada A variantı. Daha sonra növbəti suala baxaq. 11-ci sualda deyir ki, dişi sərçənin yumurtalığının yetişmə zonasında sonda A qədər X xromosomlu qamet yaranıbdır. Və B qədər Y xromosomlu yönəlci cisimcik yaranarsa B çıxılsın. A ifadəsi nəyin sayını bildirər? Biz bilirdik ki, ilkin hüceyrə, yəni başlanğıc hüceyrənin üstünə X qameti gələndə biz alırdıq Y yönəldici cisimciyi və bizə deyir ki, bu
A qədərdir, bu da B qədərdir. Və deyir B çıxılsın A nəyi verər? Təbii ki, ilkin, yəni başlanğıc hüceyrə sayını verər. Variantlara da baxsaq, yetişmə zonasına daxil olan hüceyrə sayı bizim cavabımıza uyğun gəlir. Daha sonra 12-ciyə baxırıq. Deyir ki, verilən ifadələrdən neçəsi doğrudur? Baxaq görək indi burada bizə hansı ifadələri deyir. Deyir ki, deməli, bir yumurta hüceyrə əmələ gələndə onun sayı qədər yönəlci cisimcik eyni cinsi xromosomu daşıyır. Bəli, bu düzgün cavabdır. Çünki biz nə deyirdik? Deyirdik ki, bir dənə hüceyrə bölünür, meyoz 1, daha sonra meyoz 2-ni keçirdir. Bunlardan biri bu yumurta hüceyrədirsə, yanındakı onunla eyni cinsi xromosomu daşıyır. Digər ikisi isə onlardan fərqli olan cinsi xromosomları daşıyır. Ona görə bu fikrimiz düz olar. Sonra bir yumurta hüceyrə əmələ gələndə onun sayından 2 dəfə çox yönəldici cisimcik eyni cinsi xromosomu daşıyar. Bir yumurta hüceyrə əmələ gələndə onun sayından 2 dəfə çox eyni cinsi xromosomu daşımaz. Ona görə bu səhvdir. Müxtəlif cinsi xromosomu desəydi, hə, biz onda onu götürə bilərdik. Sonra üçüncüdə yetişmə zonasına daxil olan hüceyrələrin sayı X cinsi xromosom daşıyan qametlərin say cəmi ilə Y cinsi xromosomlu yönəlci cisimciklərin sayına bərabər olar. Bəli, bərabər olar. Burada yazdığımız, bax bunu bizə burada variant olaraq göstərir burada. Dördüncüdə deyir ki, yetişmə zonasına daxil olan hüceyrələrin sayı ilə X cinsi xromosom daşıyan qametlərin say cəmi X cinsi xromosomlu yönəlci cisimciklərin sayına bərabər olmaz. Bu da səhv cavabdır. Ona görə cavablarımızdan ikisi düz olar. Cavab olar B variantı 12-də. 13-cü suala baxırıq. 13-cü sualda deyilir ki, toyuğun yumurtalığının yetişmə zonasına n sayda hüceyrə daxil olmuşdur. Əmələ gələn qametlərin A qədəri X cinsi xromosom daşıyırsa, deməli, n sayda hüceyrə daxil olubsa, əmələ gələn qametlərin sayı A-dır. Əmələ gələn qametlərin A qədəri X cinsi xromosom daşıyır. Deyir ki, n üstə gəl A ifadəsi nəyin sayını göstərir? Bu başlanğıc hüceyrədir, bu da X qametlərdir. Bizə verər Y yönəldici cisimciklərin sayını. Cavabımız olar burada da X xromosomlu yox, Y xromosomlu qametlər yox, Y xromosomlu yönəlci cisimciklərin sayını. Düzgün cavab olar C variantı. Sonra 14-cü sualda deyir ki, əgər toyuğun yumurtalığının yetişmə zonasının sonunda A qədər X xromosomlu qamet yaranırsa və n üstə gəl yetişmə zonasının sonunda A qədər X xromosomlu qamet və n üstə gəl A qədər Y xromosomlu yönəlci cisimcik yaranırsa, yetişmə zonasına daxil olan başlanğıc hüceyrələrin sayı ilə burada olan n olar. Çünki n üstə gəl A bizə verirdi nəyi? Y xromosomlu yönəlci cisimcikləri verirdi. A-nı bizə deyir ki, X-dır. Yetişmə zonasının əvvəlindəki hüceyrələri soruşur. Başlanğıc hüceyrə, o da olar n. B variantı olar. Sonra 15-ci sualda deyilir ki, kişinin somatik hüceyrələrində autosom və X cinsi xromosomların cəmi 1125-dir. 25 ədəddir. Bu hüceyrələrdə cəmi neçə cinsi xromosom olduğunu hesablayın. Biz bilirdik ki, 46 xromosomun 44-ü autosomdur, digəri isə cinsidir X və Y. Və deyir ki, 44-ü, bir də X-i, yəni 45 ədədi cəmliyib 1125 alıb. Deməli, mən 1125-i bölərəmmi 45-ə? Deməli, burada cavabımız 25 alınmalıdır. 25 alınmalıdır. Və nə deyir? Deyir, bu hüceyrələrdə cəmi neçə cinsi xromosom olduğunu hesablayın. Deməli, bir hüceyrədə 2 dənədirsə, 25 hüceyrədə də 50 olar. Cavabımız olar B variantı. 16-cı suala baxırıq. 16-cı sualda deyir ki, kərtənkələnin yumurtalığının yetişmə zonasına n sayda hüceyrə daxil olmuşdur. Yaranan qametlərin A qədəri X cinsi xromosom daşıyırsa, deməli, A qədəri X cinsi xromosom daşıyır. N sayda hüceyrə daxil olubsa, bundan 4n sayda hüceyrə əmələ gəlməlidir də 2n-i X daşıyar, 2n-i Y daşıyar. Və bizə nə deyir? Deyir ki, A qədəri X cinsi xromosomu daşıyır qametlərin. Deməli, mən 2n-dən A-nı çıxsam nəyi alaram yerdə? X cinsi xromosomlu yönəlci cisimciklərin sayını alaram. Deməli, burada da cavabımız olar A variantı 16-da.
Daha sonra 17-ci suala baxırıq. Darwin nəzəriyyəsinin formalaşmasında hansı alimin fikirləri müstəsna əhəmiyyət kəsb etmişdir? Burada Thomas Malthus idi. Deyirdi insanların sayı həndəsə silsilə ilə artır. Ona görə A variantı düzgün olar. Daha sonra deyir ki, müasir təsnifat yaradılarkən nəzərə alınmır. Müasir təsnifat yaradılarkən müasir dövrdə yaşayan növlərin qohumluq əlaqələri, bəli, bu nəzərə alınırdı. Müxtəlif yaşlarda əlamətlərin cəmi də nəzərə alınırdı. Embrional dövrdə yaranan əlamətlər təbii ki, bunlar da nəzərə alınar. Daha sonra məhv olmuş növlərin qohumluq əlaqələri də, bəli, hər birini nəzərə alırdılar. Oxşar yaşayış şəraiti nəticəsində yaranan əlamətlərin cəmi, xeyr, bu nəzərə alınmırdı. Ona görə düzgün cavab olar E variantı. Onurğalı heyvanların inkişafı zamanı ilk əvvəl nə əmələ gəlir? İlk əvvəl xord əmələ gəlirdi, daha sonra digərləri əmələ gələcək. 20-cidə, əgər bir hüceyrəni hipertonik mühitdən izotonik bir mühitə keçirsək nə baş verər? Hipertonik mühitdə hüceyrə susuzlaşır. İzotonik mühitdə isə onun tərkibindəki su ilə ətraf mühitdəki su elə bil balanslaşdırılır, tarazlaşdırılır. Turqor təzyiqi azalar? Xeyr, turqor təzyiqi azalmaz. Turqor təzyiqi biraz artmağa doğru gedər. Su atma istəyi azalar? Xeyr, su atma istəyi azalmaz. Çünki su elə bil almaq istəyər hüceyrə. Osmotik təzyiq azalar? Bəli, osmotik təzyiq azalar. Çünki hipertonik mühitdən izotonik mühitə keçilir. Buna görə düzgün cavabımız olar C variantı. Osmotik təzyiq artar, xeyr, osmotik təzyiq azalmaz. Hüceyrə suyu itirər, xeyr, hüceyrə suyu itirməyəcək. Ona görə elə düzgün cavabımız C variantı olar. Daha sonra 21-ci suala baxırıq. 21-ci sualda deyilir ki, sual işarəsini yerinə yazmaq olar. Vakual verib və bizə plastit veribdir. Deyir, bitki hüceyrəsi üçün xarakterikdir. Bəli, xarakterikdir. İki membranlı orqanoiddir. Xeyr, iki membranlı orqanoid deyil. Daxilində maye olur. Bəli, daxilində maye olur. Daha sonra sayına görə hüceyrənin yaşını müəyyən etmək olur. Bu vakuallara uyğun ola bilər, plastitlərə uyğun deyil. Müxtəlif növləri, deməli, müxtəlif növləri, xeyr, müxtəlif növləri plastitlərin olur, amma vakualların olmur. Ona görə düzgün cavabımız 1-3 A variantı olar. Daha sonra 22-ciyə baxırıq. 22-cidə deyir ki, zülallara ehtiyacı daha çoxdur. Biz bilirik ki, uşaq yaşlarında orqanizmin zülallara ehtiyacı daha çox olar ki, çünki orqanizm inkişaf edir, böyüyür. 23-cü sualda deyilir ki, yanlış fikri seçin. Orqanizmin enerjiyə tələbatından asılı olaraq ağciyərlərin quruluşu dəyişir. Bu düzgün fikir olar. Niyə görə düzgün fikir olar? Çünki orqanizmin enerjiyə tələbatından asılı olaraq ağciyərlər bir qədər inkişaf etmiş ola bilər, həcmi bir qədər genişlənmiş ola bilər. Bu hardasa düzgün fikirdir. Daha sonra daha doğrusu B variantına baxırıq. Eyni sinifdən olan orqanizmlərdə ağciyərlərin quruluşu hər zaman eyni olur. Hər zaman eyni olur deyə bilmərik. Çünki məsəl üçün suda quruda yaşayanların ağciyərləri fərqlidir və yaxud məməlilərin suda və yaxud quruda yaşayan nümayəndələrində ağciyərlərin quruluşu bir qədər dəyişik ola bilər. Ona görə hər zaman eyni olur deyə bilmərik. Bu yanlış fikrimiz olar. Quşlarda ağciyərlərlə yanaşı tənəffüs prosesində hava kisələri iştirak edirdi. Bu düzdür. Hava kisələrinin həcmi uça bilən və bilməyən quşlarda fərqli ola bilərdi. Bəli, bu da düz fikirdir. Məsələn, uça bilənlərdə bir qədər həcm geniş olar, uça bilməyənlərdə həcm bir qədər az olar. E variantına deyir ki, udulan havadakı oksigendən daha çox istifadə edən onurğalı heyvan quşdur. Bəli, 80-90%-ni istifadə edirdi. Məməlilərdə 20-25%-ni. 24-cü sualda deyir ki, hansı variantda tənəffüs strukturu ilə uyğunluq düzgün verilməyibdir? Qızılgül yarpağı ağızcıq, bu düzdür. Çoxillik palıd gövdəsi mərcimək, bəli, bu da düzdür. Yosun bitkisi ağızcıq. Yosunlarda biz ağızcıq öyrənmədik. Yosunlarda deyirdik ki, bədən səthi ilə tənəffüs eləyirdi. Heyvanlarda, daha doğrusu cavan itburnu kolu ağızcıq, bu da düzdür. Kələm yarpağı ağızcıq, bu da düz fikirdir. 25-ci suala baxırıq. Verilənlərdən biri pankreatit xəstəliyinin əlaməti deyil. Məədaltı vəzi tərəfindən ifraz olunan amilazanın miqdarı azalır. Bəli, bu pankreatit xəstəliyinin əlamətidir. Nişasta həzmə uğraya bilmədiyi üçün bağırsaqda qıcqırırdı. Bəli, amilaza olmadığına görə nişastaya da təsir göstərən ferment yoxdur. Bağırsaq möhtəviyyatı turş reaksiyalı olur. Bəli, düzdür bu da. Qəbizlik əmələ gəlməsi yox. Qəbizlik əmələ gəlməz burada. Məədaltı vəzinin xarici sekretor funksiyası pozulurdu. Bəli, xarici sekretor funksiyası pozulurdu. 26-cı suala baxırıq. Enterokolit xəstəliyi hansı maddələr mübadiləsinin pozulmasına səbəb olurdu? Enterokolit xəstəliyi
ki, deyirdik bağırsaq vərəmidir, sonra deməli dizenteriyadır, enterokolitdir. Bunlar lipid mübadiləsinin pozulmasına səbəb olurdu. Lipidlər hidroliz olunmurdu bu zaman. 27-ci sualda hansı amin turşusunun çatışmazlığı ciddi arıqlamaya səbəb olurdu? Bu triptofana aid idi. Histidin hemoqlobin idi. Lizin ürək bulanma, baş gicəllənmə idi. 28-ci sualda ilk çöküntü süxurları hansı zamanda yaranmışdır? Arxey erasında ilk çöküntü süxurları yarandığı bizə məlumdur. 29-cu sualda buğumayaqlılarla həlqəvi qurdlar arasında keçid forma sayılan heyvanların nəsli trilobitləri nəzərdə tutur burada. Geniş yayıldığı dövrdə kəsilsəydi, bu heyvanlara nə zaman rast gəlinərdi? Keçid forma sayılan heyvanların nəsli, onların geniş yayıldığı dövrdə, yəqin ki, Kembridə onların nəsli kəsilməsini nəzərdə tutur. Kembridə əgər nəsli kəsilibsə, proterozoy erasında onlara rast gələ bilərdik də. Cavabımız olur A variantı. Daha sonra 30-cu sualda mollyuskların quruya çıxması ilə başayaqlı mollyuskların bir qrupunun yox olması arasında neçə geoloji era deyir? Mollyuskların quruya çıxması silurdadır. Başayaqlı mollyuskların bir qrupunun yox olması da paleogenda idi. Geoloji eranı soruşur bizdən. Mollyuskların quruya çıxması paleozoidaydı. Başayaqlı mollyuskların bir qrupunun yox olması da kaynozoidaydı. Arada bir dənə era qalır da mezozoy. A variantı. 31-də ilk iynəyarpaqlı bitkilərin yarandığı dövrdə hansı aramorfoz baş verməmişdir? İlk iynəyarpaqlı bitkilərin yarandığı dövr daş kömürü deyir. İlk sürünənlərin yaranması ona aiddir. Tozlayıcı cücülər təbaşirə aiddir, elə bu olar. Uçan cücülərin yaranması ilə daş kömürdür. Qıcıların inkişaf etməsi, trilobitlərin sayının azalması bəli daş kömürdəydi. Daha sonraki dövrdə trilobitlərin nəsli kəsilirdi. 32-ci sualda deyir ki, hansı geoloji zamanda bütün aləmlərə aid canlıların quruda yaşayan nümayəndələrinə rast gəlmək olardı? Elə heyvanların quruya çıxması silura təsadüf etdiyinə görə artıq silurda bütün aləmlərin quruda yaşayan nümayəndələrinə rast gəlmək olar. 33-cü sualda uyğunsuzluğu deyil müəyyən edin. MOV sarsılmaqdır, bu düzdür. Stres, gərginlik, bəli. Temperamentum, həyat qüvvəsi yox, hisslərin müəyyən nisbətidir. Elə yanlış cavabımız bu olar. Xole öddür, sonra flegmada selikdir. 34-cü sual. Emosiyaların həm yaranmasında, həm də idarə olunmasını iştirak edir. Emosiyaların yaranmasında nə iştirak edirdi? Gicgah, arabeyin və alın payı, idarə olunmasında da alın payı iştirak edirdi. Deməli, hər ikisində alın payı olar. D variantı. 35-də yaddaşın mərkəzi harda yerləşirdi? Yaddaşın xüsusi mərkəzi yox idi, lakin deyirdik gicgah və alın payı zədələndikdə yaddaş itirdi. E variantı olar, yaddaşın xüsusi mərkəzi yoxdur. 25-ci sualda yaddaş haqqında hansı fikir doğrudur? Yaddaş irsidir və 25 yaşa qədər inkişaf edir. 25 yaşa qədər inkişaf edir, amma irsi deyil. Peşə yaddaşı 50 yaşından sonra zəifləyir. Yaddaş özü 50 yaşından sonra zəifləyir, amma bu peşə yaddaşına aid deyil. Çünki o uzun müddət qalır axıl yaşına qədər. C variantında beyin qabığının təpə payı yox, gicgah və alın payı zədələndikdə yaddaş itirdi. D variantında insanın əksər həyat təcrübəsi şuurun nəzarəti altında formalaşan iradi yaddaş nəticəsində qazanılır. Biz bütün yaddaş növlərini buna aid edə bilərik də, insanın təcrübəsini bir yaddaşla əlaqələndirmək düz olmaz. E variantı, yaddaşla əlaqəli beyin şöbələri bir-biri ilə qapalı zəncirlər sistemi ilə əlaqədardır. Bəli, bu düz fikirdir. 37-ci sualda insanda yaranan bioloji fəal maddələr hansı yaddaş növünə aid məlumatın yadda saxlanılmasına səbəb olur? Bu emosional yaddaşa aiddir. Emosional yaddaşda bioloji fəal maddələrin hesabına emosiyalar, mənfi müsbət emosiyalar yadda daha yaxşı qalırdı. 38-ci sualda bir yuxu siklində ləng yuxu fazasının davam etmə müddəti nə qədərdir? 1,5 saat. 1,5 saat. Tez yuxu fazasının davam etmə müddətindən maksimum nə qədər çoxdur? Bunun maksimumunu götürək də 90 dəqiqə ilə götürək. Maksimum nə qədər çoxdur dediyinə görə ləngi bir qədər az götürərəm. 10 götürərəm. Burada qalar 80. Maksimum 80 dəqiqə çoxdur. A variantı. Daha sonra 39-cu suala baxırıq. Əgər insan yuxuda gördüyü hərəkətləri təkrarlayırsa, bu nə ilə əlaqədar ola bilər? Beyin kötüyündə ayıqlığa cavabdeh olan mərkəzin tormozlanması. Ayıqlığa cavabdeh olan mərkəz tormozlanırsa, deməli insan ayıq qala bilmir, yuxuya gedir. Yəni yuxudan ayıla bilmir, belə deyək. Beyin kötüyündə yuxuya cavabdeh olan mərkəzin tormozlanması, bu zaman insan ayıqdır, yuxuya getməsi çətinləşir. Çünki yuxuya cavabdeh olan mərkəz tormozlanır, bax artıq o yuxuya gedə bilmir.
Daha sonra beyin kötüyündə skelet əzələlərinin cavabdeh mərkəzinin tormozlanması. Bu zaman skelet əzələlərinə cavabdeh mərkəz tormozlanır. Yəni skelet əzələləri fəaliyyət göstərmir. Bu da olmaz. D variantında beyin kötüyündə skelet əzələlərinin tormozlanmasına cavabdeh olan mərkəzin hüceyrələrinin dağılması. Bəli, hüceyrələr dağılıbsa tormozlanma yoxdur. Artıq onlar fəaliyyət göstərəcəklər, dayanmayacaqlar. Ona görə D variantı olar. İnsanda tez yuxu fazasında yuxu görməsi, yuxu görər amma hərəkətsiz qalar da belə deyək. 40-cı sualda biri qeyri-cinsi çoxalmanın xüsusiyyətinə aid deyil. Sürətli çoxalma üsuludur, bəli. Stabilləşdirici təbii seçmənin rolunu azaldır. Rolunu azaldır deyə bilmərik biz. Rolunu artırar deyərik də. Yəni çünki rolunu azaltmaq dəyişik bir əlamətin meydana çıxması nəticəsində ola bilər. Amma qeyri-cinsi çoxalmada dəyişik əlamət meydana çıxmır, elə bu olar. C-də təkamüldə əhəmiyyəti azdır. Bu da düzdür. Fərdlər dəyişkən ətraf mühit amillərinə davamsızdır. Bəli. Əksər yeni nəsildə müxtəliflik nəzərə çarpmır. Bəli, cinsi çoxalmada yeni kombinasiyalar yaranır. Mənim deyəcəklərim bu qədər. Əlavə nəsə sualınız olsa şərh bölməsində yazarsınız. Mən də uyğun vaxt tapan kimi sizin sualınızı cavablayaram. Sağ olun.